yaşayır artık. Okey. Oh, bu binada baxmağa gəlmişik. Mətbəx mebeli çox köhnədir. Qaz yoxdur evdə. Maksimum 35 kvadrat olur. 4-cü mərtəbədə baxdıq, indi 3-cü mərtəbədə baxırıq. Qonaq otağında yenə işıq yox idi, lampa yox idi. Burada yataq otağıdır, burada listi budur. Qiyməti nədir? Yenə qonaq otağında işıq yox, qaranlıq, lampa tapırsan yandırmağa. Kapalı parking, açıq parking, bunlar pulludur. Qiymət bu video kanalda evlərin qiyməti haqqında olacaq. Ev axtaranda gəzdiyimiz, baxdığımız evləri çəkib sizlə indi görüşürəm. Bu da yəqin ki bizə verilən parking yeridir. Evlərdə bu binada. Balkonu var olmağına. Ha, hər ikisinin balkonu var idi. Şeydə pəncərələrdə yox idi, hə. Demək, kondisioner yoxdur. Qonaq otağında işıqlandırma yoxdur. Pulsuz parking yoxdur. İnternet yoxdur və pəncərələrdə setka yoxdur. Əlavə insurans, sığorta. Və sığorta da üstünə gəlir əlavə olaraq. Bunun bir fərqi odur ki, burada pul laminatdır. Yes, so it's here. So building unit, that's the first one. This is the one you're in right now. So it's $14.50 plus either parking is $30 per month. This is what's required of the application is here. So you would put one bedroom, you put the move-in date. So if you're looking for March 31st rather than June 1st, you do have to put payment rate for 1 year. Okay, so you have to reach it. You would put the rent amount here, the parking amount here in total. Vehicle information, you both need to read that, check that all these things. Şum 30 parking, 30 insurans, plus 50 internet. Bu elədi 110. 1400-ün üstünə gəlir, eləyir 1510. Birinci baxdığımız evdə. İkinci baxdığımız evdə də $50 o biri ilə fərq eləyir. Deyir, belə yer. İkinci evin də qiyməti demək $1560 pul elədi. Gəlmişik şəhər mərkəzində evlərdən birinə baxmağa. Bu həyət evidir, 3 mərtəbəli evdir. Belə 2 ayrı giriş koridoru var, 2 qapısı var. Belə bir koridoru var. Baxırıq yuxarı. Bu şəhər mərkəzinə 5 addımlıq bir yerdə yerləşir bu ev. Air conditioning. Your window air conditioning. And park. Bura koridoru. Bura giriş qapısı. Üz bu evdə iş otağıdır. Qonaq otağıdır. Bu qonaq otağından çöl mənzərəsidir. Bura qardırobdur. Burada hər otaqda qardırıb olur. Pol, laminatdır. İsitmə sistemi yəqin ki bu. Burada da yataq otağıdır. Burada listi sistemi budur. Buranın da öz qardırobu var. Buradan o tərəfə üstü var. Biraz dərin qardırobdur. Qalxırıq belə. Pasta var, super. Belə bağlayırsan. Buradan da bağlayırsan belə. Burada mətbəxi, sobası. Sonra belə bir 2 qapılı buzdolabı. Burada duşavoyu. İşlarda belə səhəl yanır. Biz o qapıya bayaqlarına baxdıq. Evi indi sizə bayırdan da çəkim. Bunlar da evə baxmağa gələnlər idi. Onlar bəyənmədilər, dedilər balacadır. Evi indi kənardan göstərim sizə. Ev belə bir evdir. 3 mərtəbə. Yuxarı mansardır. Belə bir ərazidə yerləşir. Bura dediyim kimi şəhər mərkəzinə yaxında elə bir küçənin başı demək olar
bizim qaldığımız yerə çıxır. Ərazi baxımından yaxşıdır, əlverişlidir. Həm şəhərə 2 addımlıq yoldur. Həm məsələn biz gəzməyi xoşlayırıq. Parka 2 addımlıq yolu var. Bu küçənin başı şeydir, Uğurun məktəbidir. Amma biz burada ev tutası olsaq Uğura school bus verməyəcəklər. Çünki məsafə yaxın olduğu üçün məktəbə school bus vermirlər. Məsafə gərək 1.4 kilometrdən yuxarı ola. Bəyəndik əslində. Evdə hal-hazırda da ev sahibi özü qarşıladı bizi. Təmir eləyirdi. Yəni, təmir dediyin elə güclü təmir olmur bunlarda. Zəif bir təmir idi. Parking yeri də daxildir bax. Qiyməti $1500. Bir illik əgər biz bunlarla müqavilə bağlasaq, cüzi də olsa endirim eləyərlər. Yəni o türklər demiş, pazarlığa gedəcəm. Əgər eləyərlərsə götürməyinə dəyər. $150 hə, əlavə olacaq. Amma internet söhbət də var da. $200. Söhbəti var, amma $200. düşünürəm ki, Bu maşın deyil. Hə. Aylıq şey eləyib, Hə. bölüşdürmək olar bəlkə. Qəşəng binalarda. Bura oradan yaxşıdır. Birinci baxdığımızda yəni binalar yeni görünür. Ofisə işarə bu tərəf vermişdi. Hava soyuq tələ ki. So you go from there and it will be like right in the yard. Thank you so much. Onun biri tərəfidir, elə mi? Biz orada işə görmədik. Daha əvvəl baxdığımız bu ofis. Wow. Çıxdıq ofisdən. Getib bir təhər ofisi tapdıq. Bura ziyarətçilər üçün olan parkingdir. Biz bu binaya baxdıq. Elə düz gəldiyimiz üzbəüzdəki binaya girdik, baxdıq. Evlər normal idi, qiymətləri. Yəni bizdə 3 otaqlı evlər gedir bunlar, amma 3 otaqlı da deyil. Mətbəx salonun içərisindədir. Arakəsmə divarla. Birinci baxdığımız 8-ci mərtəbədəki ev idi. Pis deyildi, mərtəbəsi xoşuma gəldi. Hündürdən baxırsan şəhərə. İkinci baxdığımız 1-ci mərtəbədə idi. Yaxşı ev idi, 1-ci mərtəbədəki daha komfortlu idi, daha müasir idi, modern idi. Amma 1-ci mərtəbənin adamdan soruşdum sözün açığı. Dedi, problemi yoxdur da, amma 1-ci mərtəbəyə, balkona velosiped qoymaq, sonra digər əşyaları qoymaq nə dərəcədə güvənli olar, onu deyənmərəm. Üçüncü baxdığımız 5-ci mərtəbədəki ev idi və bu evlərin üçünün də dizaynı eyni olsa belə, mətbəxində istifadə olunan ehtiyaclar fərqli idi. Birində, məsələn, 1-ci mərtəbədə hər şey daha gözəl idi, amma niyəsə hələ 3-cü baxdığımızda 5-ci mərtəbədə olan mənzil bizim o qədər də xoşumuza gəlməsə belə $16 hələ bu birindən Sincababa $16 hələ bu birindən baha idi. Deməli 3 aylıq parkovkanı pulsuz verirlər. Parkovkanın qiyməti $25-dır. Sonra əlavə internet pulu gəlir üstünə. İnternetin qiyməti sənin götürdüyün gigabaytdan asılı olaraq dəyişir. Üçüncü işığın pulu addelini gəlir. İşığı da $50 belə normalda hesablayıb deyirlər, ortalama qiymət çıxardılar, amma işıq da belədir ki, sən istifadə edirsənsə əgər kondisioner, sonra ən əsası qaz sobaları biz istifadə edirik, çünki biz mətbəxdə özümüz bişirib yeməyi xoşlayırıq və qaz sobaları hamısı elektriklə işləyir. Qabyan var idi, paltar yuyan maşın yoxdur, evlərin heç birində paltar yuyan maşın yox idi. Aşağıda laundry room var, həmin otaqdan istifadə edirsən sözsüz pulludur, qiymətə daxil deyil. Yəni 1800 plus bir-birləri də hesablayanda üst-üstə gələndə gəlir 2000 çıxır. Kompleks olaraq qəşəng kompleksdir, yaşayış yeri olaraq çox safedir, güvənli gəlir, yəni belə ilk baxışda. Amma məbləğ olaraq 2000 elə bir ev üçün düşünürəm ki, çox bahadır. Okey, növbəti evdə görüşərik. Burada gəldik, ev baxırıq. Burada vəziyyət odur ki, genişlikdir, açıq yerlər çoxdur, amma maşın saxlamaq üçün yer çox məhdud sayda və o qədər də rahat deyil. Və rahat olan yerlərin əksəriyyəti də pulludur. Yəni bu balaca yerə də, evin qabağına, binanın qabağına. Orada pulludur maşın saxlamaq.
Qarşıda gördüyünüz yerdə də şlaqbaumdur. Kart alıb keçirsən içəri, çıxanda da ödəniş eləyib çıxırsan. Hava temperaturu da 0 dərəcə göstərirdi maşında, amma belə normalda -4 dərəcədir. Ümumiyyətlə hava soyuqdur və havada da külək var. Hal-hazırda əlimlə tutmuşam, əlim açıqdır, əlcəyim yoxdur. Aprel ayının 8-idir. Günəşə aldanırsan, yer qardı. Dünənlərim gecə soğuğun idi. Bu yox, o da yox. Bax, orada aşağıda balaca bir bina olmalıdır. Biz oraya getməliyik. Soyuq, çox soyuqdur. Çox soyuqdur. İndi gəlib görəcəyik ki, onun qabağında parking həm pulsuzdur, həm də rahat. Kim yaşayır artıq? O gəl park edə bilər. Girişi zadə hardan? Hanım onun ofisi zadə? Özümüzü verə içəri. Gəl. Ay, içərisi daha nə yaxşı. Thank you for calling Hazelview Properties. Mary speaking. Mənzilə daxil olduqda bizi işıqlı studiya qarşılayır və tavanda yeni işıq yox idi. Bura yataq otağıdır. Pəncərə balaca olsa da çöl mənzərəsi pis deyil. Divar içi siyirmə qapısı olan geyim şkafımızdır. Buradan düz gedirik sanuzelə. Duş, kabin standart Kanada evlərində olduğu kimi təmizdir, səliqəlidir, pis görünmür. Bura əlavə əşyaların yığılması üçün başqa bir dolabdır. Belə şeyləri evdə çox xoşlayıram. Bura isə mətbəximizin çay mənzərəsinə baxan pəncərəsidir. Mətbəx mebelimiz səliqəli görünür, amma mebel özü kifayət qədər köhnədir. Siyirmə qapısı olan balkonumuz üzü yola baxır. İndi isə düşək növbəti mənzilə. Bina 4 mərtəbə olduğu üçün binada lift yoxdur. Biz 4-cü mərtəbədə baxdıq, indi 3-cü mərtəbədə baxırıq. Proyekt eyni evdə, sadəcə buradır deyirsən. Eyni proyekt. Xaladenliko birindən böyükdür. Mətbəx mebeli çox köhnədir. Bu ev təmirsizdir, amma bunlar hamısı düzəlib, təmir olunmuş verilir. Qaz yoxdur evdə. Mənzərə çay mənzərəsidir. Bu da yataq otağı. Evin kvadratı maksimum 35 kvadrat var. Burada laundrydir, yəni paltar yulan yeri ödənişlidir. Yuma və qurutma. Buradan da ödəniş edirik. Yuma burada göstərir 2.90. Qurutma da 2.50. Burada hər mənzilin öz poçt kutusu var. Poçt kutusu laundrydə yerləşir. 4-cü mərtəbədə, 3-cü mərtəbədə eyni qiymətdir. 1530 üstünə gördüyünüz bu park ərazisində $90 gəlir ödəniş, $50 internet, $50 işıq pulu. Amma biz tifovkadan çox istifadə etdiyimiz üçün düşünürəm ki, bizim ödənişimiz işıq pulu aylıq $50 keçəcək. Bu binadan da bu qədər. Yeri lokasyon olaraq çox gözəldir. Sözsüz minusları da aralığa girən qiymətlərdir. Burada hər yerdə belə bu formada şlaqbaumla bağlıdır. Avtomobillər üçün olan ərazilər hamısı pulludur. Pullu parkinqlərdir. Bu da sözün açığı adamı həqiqətən yorur. Amma yenə bəzi yerlər var idi. Baxdığımız yerlərin içərisində aylıq ödənişi $30. $90 baha. Gəl bir dənə çaya baxaq. Valla maşını saxlamışam, ödəniş eləməmişəm orada. Parkingə inşallah qaydanda cərimə yazmazlar. Ördəklərə bax, Uğurun xoşladığı yaşılbaş da var. Evin həyəti. Həyətindən çay axır. Gedək. Bu gün fevral ayının fevralıydı. Bugün aprel ayının 8-idir. Amma ətrafa baxanda fevral ayı kimi görünür. Mətbəx meyveli çox köhnə idi. Düşün, petlələri çölə çıxan petlələr idi. Nə deyirsən? Ayda $750 sən bundan pul alırsan. $1000 düzəltdir oranı. $1000 düzəltmək mümkün deyil. Nə bilim. Dəyər sizcə $750 ora verməyinə. Kraskalatmağı xoşlayırlar. Və plus da fikir verdinizsə, qonaq otağında yenə patologda işıq yox idi, lampa yox idi. Maşını yuxarıda saxladıq. Ödəniş etmədim. Gəl maşını orada. Maşın oradadır. Bu mənzilə də baxdıq, vəziyyəti belə idi. İndi biz çıxırıq.
Bu günə növbəti mənzil var. Tək bir otaqlının qiyməti 1770 idi. Ha, ona görə o sərf eləmədi. 1770 Hə. tək otaqlı. Belə bir yerə pullu parkinqdir. Burada apartmana baxırıq. Qarşısında belə balaca evlər. Belə binadır. Bir görə içəridə bizi nə gözləyir? Otel tiplidir bunların binaları. Blokun çıxışı da bu. Hər apartmanda sistem birləşdirilir. Ancaq bina sakinləri o deyir fikirlər. Hal-hazırda daxil olduğumuz mənzildə yaşayış olduğu üçün mənzil əşyalıdır. Bura salondur. Adamın gördüyünüz kimi əşyaları var. Velosipedi, kitabları. Bura mətbəxdir. Mətbəx olduqca balacadır. Bura sanuzeldir, standart duş, kabin, bütün evlərdə olduğu kimi. Bura yataq otağıdır, oranı çəkmirəm. Bura salon parketdir. Buradan balkona çıxırıq. Bu gördüyünüz daş hissə, daşlıq sahə, altı parkinqdir. Burada balkonda barbekü, kebab eləmək qadağandır. Bunlar hamısı gedir də onda. Bunlar elə tərtəmiz verilir. Qiymətləri gəlir 1700-ə çıxdı məsələn. Bir yataq otağı, bir salon, balaca mətbəx, parking pullu, internet pullu, sonra işıq pullu. 95 dedi də parkingi. İçəridə deyir saxlayırsan 95-dir, çöldə saxlayırsansa 70. Şeydir də. Bura maşın yoldur dərsən. Gəl zərələ. Bir buradan piyada düşmək olur o tərəfə. Bura bunun şeydir, qarajı. Hə, burada 95. Buranın qiyməti 95-dir, bayırın qiyməti 70-75. hə. Əslində qıraqdan baxanda deyirsən hə, yaxşıdır, amma restavrasiya olunur. Şüşəli balkon zat adam aldadır. Gəlirsən, baxırsan binaların içərisi heç nə. Yenə qonaq otağında işıq yox, qaranlıq.